Bayaq sənə dediyimdir, dedim short açıram, ona bax sonra izah eləyəcəm. Bax, niyə görə mən deyirəm short açmışam. Bax, bu lab USDT ən vacib olanı, niyə görə mən short açmışam. Birincisi, bax, abzora basırsan, bunun 1 milyard sayı var, görürsən, maksimum emissiya 1 milyard. Bunun 312 milyon, yəni 30% dövriyyədədir. Yerdə qalanı bunların əlindədir. Deməli, bunu dibə vuracaqlar. İkincisi, həyatı boyu 1 milyard sayda olan coinlar heç vaxt 20 dollara, 30 dollara qalxa bilmir. Bax, mən bu nə qədər alıb satmışam. Hamısı S, qırmızılar, hamısı satışlardır. Aşağıda da bağlamışam. İndi təzədən girdim. İndi hal-hazırda 184 dollar plusdayım. Sənə deyəndə short açmışdım. İndi nədir məsələ? Bax, bu coin 26-ya gedib. 26 dollara bura gəlib bu. 1 milyard sayı olan coin'un maksimum gedə biləcəyi yeri budur. Mən ən çox görmüşəm MYX gedib 28-ə. Yəni, belə bir coinlar, 1 milyard sayda olanlar 10 dolları keçdi. 10 dollardan sonra artıq short əməliyyatı axtarırsan. Yəni, aşağıya əməliyyat axtarırsan. Niyə? 1x-ilə. Bax, burada 1x-ilə. Görürsən, burada var, mən qoymuşam 1x. Bax, 1x qoyursan. Niyə görə? Çünki 1x qoyanda sən bura, bax, mən girmişəm burada. Əslində, mən burada girməmişəm, daha aşağıda girmişdim. İndi niyə deyəcəm? Görürsənmi? Bax, 14.86, burada mən girmişəm əslində. 1x-dən sən 15 dollarda girirsənsə, 100%-də yanırsan. Yəni, 30 dollarda yanırsan. Ona görə də həmişə 10 dollardan yuxarılarda axtarmaq lazımdır short əməliyyatı ki, yəni bu coin'un gündəliyinə baxırsan, bu gedib 26-ya. Sən 15 dollarda 1x girəndə aşağıya, sən yanırsan 30 dollarda. Ona görə də deyirsən ki, da bu bir də 26-ya getməyəcək. Həqiqətən də bu coin'ların ora getmək ehtimalı yoxdur. 0 səviyyədədir. Amma mən nə edirəm? Mən misal üçün, bax 4 saatlıqda deyək ki, bu xəttləri silim, qoy sən daha rahat görəsən. Mən elə bil ki, əslində buralarda girmişdim, short. Sadəcə olaraq, bax, burada girmişdim, yaşıl bığını görürsənmi? Bax, burada. Mən burada girirəm, misal üçün, deyək ki, 200 dollar və yaxud 100 dollar. Və burada deyək ki, sən, bax, bu tərəfdə, bax, bu üstə gələyə bax, deyək, burada sən girdin, 100 dollar short girdin. Bir dənə də short qoyursan 200 dollar, limit order bura qoyursan. Bir dənə də qoyursan 400 dollar bura, 800 dollar yuxarı, yəni pulu elə hesablayırsansa. Mən əslində bax buralarda girmişdim, bax buralarda. Halbuki bu dəqiqə mənə plus vermirdi. Sonra mən təzədən qoydum bura, bax düz bura qoydum. 16-da məsəl üçün qoyduğum pulun 2 qatını short açdım əməliyyat, limit order. Limit order bu deməkdir. Yəni bu bazar orderidir, rırnıçını. Limit qoyanda sən bura qiymətini qoysan. Misal üçün deyirəm ki, mən bu qiymət bura yazıram 20 dollar. 20 dollardan deyək ki, qiyməti 500 dollarlıq da bura qoyuram və short açıram. Bu da o deməkdir ki, bu 20 dollara qalxanda, bax mən indi burada qoymuşam, görürsənmi? 19.40-a da qoymuşam mən. 86 dənə əmək. Amma o oca getməyəcək ora. Ona görə də mən nə edirəm? Mən o əməliyyatı ləğv eləyirəm. Order, lab USDT atminit eləyirəm. Bax, product 19.43-ə qoymuşum. Daha ora getməyəcək. Hər ehtimala qarşı. Mən bunu ləğv elədim. Bax, balansımda dostupnu 1694 dollar oldu. Bax, o qırmızı xət itdi. Yəni, mən burada qoymuşdum satışı, burada qoymuşdum satışı, burada qoymuşdum, burada qoymuşdum. Və bu 16-ya gələndə buradan mənim əməliyyatım short açıldı aşağı. Short açıldı və mən də almışdım buralarda 14-də. Təzədən aldığına görə mənim alış qiymətim də xeyirli oldu, bura qalxdı. Yəni, əslində mən buna girmişdim, 12-13 dollarda girmişdim. Yuxarıdan da aldığım üçün düşdüm bura. Alış qiymətim düşdü bura və indi də 198 dollar, 199 plusdayım. Və mən buna nəyə girdim? Ən birinci səbəbi, coin'in
1 milyard sayı olan coin həyatı boyu bu qiymətlərdə qala bilməz. Mən sənə göstərim nəyi? Bax, MYX. Bunların hamısını bax, BEAT. Bax, BEAT. Mən buna nə qədər short açmışam? 1.73'dür. Bax, mən bu BEAT-a qrafik. Bax da, gör hardan short girmişəm. Görsənmi? Hamısı sell qiymət. Bu qırmızı sellər var, ha. Bunların hamısını mən short açmışam. Gör hardan mən short girmişəm. Gündəliyə bax. Gör hardan mən short. 11 dollardan short girmişəm. Yəni 11 dollardan mən short girirəmsə 1x-lə. Mən yanıram burada 22-23 dollarda. Axı mən 22-23 dollarda yanıramsa bir dənə də short qoyuram 20 dollara. O ora gedən kimi avtomatik əməliyyat açılır. Mən yanıram 30 dollarda, 40 dollarda. Yəni yanmaq ehtimalı yoxdur. Bax, mən bura nə qədər short açmışam. Və nə oldu? Bax, gündəliyə qoyuram, ha. Gündəliyə bax. Gör neçə gündə çöküb. Gör neçə gündə 11 dollardan 1.70'ə. Gör neçə faiz. Bax, 1 gün, 2 gün, 3 gün, 4 gün, 5-6 gündə. Sən puluvu qazandın. 50% tutdun, puluvu qazandın. 50% də tutursan, 90% də, 80% də. Və yaxud götürək, bax, MYX-ni. MYX. Bax, götürək MYX. MYX-yə bax. Gör hara qalxıb. Gəl bunu həftəliyinə qoyaq. Həftəliyinə. Bax da, həftəliyə bax. 18 dollar. Heç bu 20'yə getməyib. Bu deyəsən spotudur, futures. Spotda bu hətta 26'ya da getmişdi. Yəni 1 milyardlıq coinların maksimum göstərə biləcəyi pik nöqtə 20, 24, 25, yəni 30'a bunlar çatmır. Və bu vəziyyətlərdən shortlar açırsan. Və yaxud başqa hansı var idi? Yəni mən bu dəqiqə bazar aşağı gedəndə mən qazanmışam yəni. Hamısından bu BEAT-dır, nə bilim nədir, MYX-dir, sonra hansını indi biz açmışdıq, LAB-ı, bu LAB-ı. Yəni mən bax, 13'ə düşdü. Hardasa elə həminki şey. Bax, indi də bu gün həftənin axırıdır. Bu həftəlik mumdur. Təzə həftəlik açılacaq, bu gedəcək. Lap hara desən gedər bu. Bu elə bir vəziyyətdədir ki, bax, gündəlikdir. Satışımı da əməliyyatımı bağlamada qoymuşam bura. İndi biraz da aşağı çəksəm deyək ki, bu alt banda dəyəcək. Bax, 887 dollar xeyir verəcək. Hansı qiymətdə? 6.75'də. Yəni 6.75 deyirəm, ha. Bu coin'i 1 dollara, hətta 50 qəpiyə, 20 sentə salacaqlar. Yəni bunu bilmək lazımdır. Mənim işlətdiyim taktikalardan ən birincisi budur. Ayda 3-4 dənə belə bu formada sən tapa bilərsən. Coin'i tapırsan, məsəl üçün 10 dolları keçib, 7 dolları keçib, 8 dolları keçib və başlayırsan izləməyə. İzləyəndən də sonra mənim sellərimə bax. Gör nə qədər mən sel açmışam. Hamısı. Hamısında da qazanmışam. Yəni bu da indi 4 saatlıqdır misal üçün. Bu günləri məsəl üçün mən burada qoya bilərəm, satışımı götürərəm. Xeyrimi götürərəm. Amma mən bilirəm ki, bunu vuracaqlar dibə. Yəni bazar belə işləyir. Təzə coinləri çıxardırlar, kəllə çarxa qaldırırlar, sabada bir dənə dump dibə vururlar. Bir günün içində, hətta bir saatin içində. Bax, bu günləri gecə saat 3'də yeni günlük, yeni həftəlik açanda bu coinə, bax, bu deyək, bura bax. Hardasa 51%. Bu 90% bu bura düşə bilər. Ehtimal var. Hətta bir günə, 2 günə düşəcək. Ola bilsin ki, gecə saat 3'də bu 1 saata bura düşdü. Bu şeylərə fikir ver. Bir də, yəni mənim işlətdiyim əsas strategiya budur. Sənə deyirəm ki, yəni biləsən. Bir də burada görsənmi? Bax, burada, indi mən bilməm bunu nə tər göstərim. Bu sağda, yuxarıda, bu qırmızı rəqəmlərin üstündə funding rate yazıb. Bu fundingə mütləq diqqət eləmək lazımdır. Məsəl üçün, bu qiymətlərdəki coinlarda sən short açırsansa, fundingin qabağında bax 0.0136 yarar. Bu indi boş şeydir. 4 saatdan biridir. Amma bunun qabağında bir də görsən ki, mənfi 2 olur, 2.50 olur, 3 olur. Bax, onda sən short açırsansa, sənin puluvu yiyir. Yəni, shortçulardan alır, longçulara verir. Ona görə də bu fundingə də hər zaman fikir vermək lazımdır. Belə bir coinlarda sən fundingi əgər plus tapsan, coin həddindən artıq bahadır və bu fundingin də qabağında plus var. Onda coin daha 100% düşəcək. Çünki longçulara mane olurlar. Yəni, bax, əsas, ən birinci yadda saxladığım, yəni bunu saxla ki,
Sənə deyirəm ki, biləsən, belə bir coinlər tapırsan, məsəl üçün lab kimi, beyat kimi təzəlikcə qalxmır. Yəni bunlar çökəcək. Bunları dibə vuracaqlar. Görürsən, bir dəfə 26-ya qaldırıb saldırıblar, təzədən qaldırıb saldırıb. Mən buna misal üçün bu günlərim 15 dəqiqəlik imenini burada girdim. S, görürsənmi? S knopkasını. 16.39-da. Mənim əməliyyatım ortaya düşüb, bura düşüb. Ona görə düşüb ki, mənim bir dənə də əməliyyatım var idi. Deyək ki, burada var idi. Məsəl üçün 600 dollarlıq burada var idi. Bir dənə də 1200 bura girəndə sənin alış qiymətin ortada qalır. Bura düşür. Yəni artıq sənin likid olmaq qiymətində, bax mən misal üçün hanı pozisiya. Mən uca likid oluram 29 dollarda. Lab. 29 dollara da bu gedə bilməz. Bunun getmək ehtimalı olsa da mən nə edəcəm? Mən 29 dollarda yanıramsa mən qoyacam 28 dollara, 27 dollara bu açdığım pulun 2 qat artığını short qoyacam. Yəni bu 1 milyar sayı olan token də bura gedə bilməz. Bax, ən vacib işlətdiyim mənim taktikalardan biri budur. Ümid, bunu yəni sənin üçün çəkmişəm. İndi göndərəcəm sənə. Bax, bu şeyə fikir ver. Ən birinci vacib olan şey budur, qardaş. Bax, bu, yəni ayda 3 dənə, 2 dənə, 3 dənə belə bir coin tapsam 100%li qazançdır. Yəni mən bu həqiqətən də bu ay hamı şikayətlənəndə mən xeyir götürmüşəm. Yəni mən xeyir götürmüşəm imenli bu taktika ilə. Bax, bunu yadda saxla, oldu mu?